soruşacağım. Hörmətli Vergilər Nazirliyimiz, pensiyaçılardan vergi kəsirsiniz. Dalandarlar, zibil daşıyanlardan vergi alırsınız. Avtobus şoförlərindən, taksidən alırsınız. Hansı müğənni çıxıb deməyin, efirdə 10 dənə evin var, 5 dənə evin var. Qardaş, səhər çağır onu, gəl dənə bura görün. Sənin devriyon nə qədərdir ildə? Bax gör nə qədər vermişsən vergi. Deyəcək 1000 manat vergi vermişsən 3 aya. Məsələn, birlənəcək ev aldın. Kimsə hədiyyə elədi bu evi. Bir dənə məmur işdən çıxan kimi buradan götürürsünüz kağızı. Qoyursunuz bura, səhər saytlar yazır. Falan yerdə evi var, falan yerdə obyekti var. Bu müğənnilər yalan danışır əksəriyyəti. Siz onların yalanını ifşa eləyin. Qanunla şirinə vurun ağızlarına və ondan sonra onlar danışmayacaq. Çıxıb deyəndə biri ki, mən bir aya 70 bin pul kazandım. Deyən, gəl bura, 70 bin, 3 aylıq kvota 100 bindir. Keçəndə 18%, vergi 30'dur. 70 binin vergisini ödə, onda o çıxıb efirdəcə ki, bağışlayın. Mən qələt eləmişim, yalan danışmışım. Amma siz bunu eləmirsiniz. Ona görə də bunlar... Qardaş, qurban olun. Müğənni çıxır efirdəcə ki, mən bir aya 100 bin pul kazandım. Və qonağımız da gəlib, anam. Mən sizin əllərinizdən öpürəm. Çox sağ olun.